Gün bir kişi ariflərdən birinə şikayət eləyir. Hansı ki, o öz nəfsində, öz qəlbində kədər, üzüntü görür və bunu tapır. Və həmən arif insan ona buyurur ki, əgər deyir, günahlar səni sıxıntıya salıbsa, kədərə salıbsa, o zaman günahları tərk elə, istəyirsənsə günahları tərk elə, hətta uca bir insan olasın. Və həmçinin günahların növbəti təsirlərindən insan qəlbində o həqiqi zülməti, o qaranlığı görmüş olur. Necə ki, bir zülmət, qaranlıq insanın gözünə göründüyü kimi, onun qəlbi də belə zülmətə, qaranlığa bürünür. Çünki itayət nurdur, işıqdır, asilik isə zülmətdir, qaranlıqdır. Hətta insan o qədər günah işləyər ki, özü də bilmədən bidətə və həmçinin də zəlalətə özünü salmış olar. Ona görə də Abdullah ibn Məsud radiyallahu anhuma buyurur ki, həqiqətən də yaxşılığın insana yaxşı təsirləri var, gözəl təsirləri var. Onlardan insanın üzünün nurlu olması, qəlbinin nurlu olması, ruzusunun bol olması və həmçinin bədəninin güclü olması və həmçinin də Allahın qullarının qəlbində ona qarşı sevginin yerləşməsi və həmçində günahın da təsirləri var. Və buyurur ki, rahimehullah, günah insanın üzünü, qəlbini daraldar, bədənini zəiflədər, ruzusunu azaldar və həmçinin də məxluqatın qəlbində ona qarşı kin, nifrət yerləşmiş olar. Və günahların növbəti təsirlərindən günahlar insanın qəlbini, bədənini zəiflədir. Və digər təsirlərindən günahlar insanı itaətdən məhrum edir. Günahlar insanı itaətdən uzaqlaşdırır. Və insan bir günah işləməklə nə qədər itaətlərdən uzaq düşmüş olur. Hansı ki, bu itaətlərin bir dənəsi dünya və onun içərisindəkilərdən daha xeyirlidir. Və insanın bir günah işləməyi sanki o əmələ bənzəyir ki, bir insan bir yemək yeyir və sonrası o yeməkdən bir xəstəlik tapır və o xəstəlik səbəbi ilə həkim ona bildirir ki, filan bir neçə yeməkləri yeməsin. Çünki bu yeməklərin ona mənfi təsirləri var. Və insan da günah işləyəndə belədir. İnsan bir günahı işlədikdə görürsə ki, nə qədər gözəl, ləzzətli, şirin itaətləri beləcə itirmiş olur. Bunların səbəbi də yalnız və yalnız günahla olduğu